18-ci əsrdə türklər ən çox məğlub edən general bax bu şəxs Prens Evgen. Avstriya generalı olub. Görürsüz Hofburg sarayının önündə onun heykəli var. Digər tərəfdəki heykəldə isə Napoleonu məğlub eləyən Şarl var, general Şarl. Görürsüz, yəni Avstriyanın düz ortasında ən böyük generalının heykəlini qoyublar. Prens Evgen əslində bir İtalyandır, yəni İtalyan əsillidir, Savoyadandır. Belçikada doğulub, daha sonra Fransız ordusunda xidmət göstərmək istəyib, fəqət 14-cü Louis tərəfindən bəyənilməyib, onu aşağılayıb hətta Louis. Ondan sonra gəlib Avstriya ordusuna qoşulub və türklərlə savaşıb. Türkləri Petrovaradin, Temeşvar kimi ağır savaşlarda məğlub eləyib. Hətta 2-ci Muhaz savaşı var ha. Sultan Süleymanın döyüşdüyü yer, 1-ci Muhaz savaşındakı yer. Həmin ki orada 2-ci Muhaz savaşında türkləri məğlub eləmiş bir generaldır. Türkləri anidən yaxalayırdı və ani hücumlar eləyirdi. Xüsusilə də generallarını və yaxud da ki baş vəzirlərini fokuslanırdı. Bilirdik ki, türk əsgərləri başsız irəliləyə bilməzlər. Yəni disiplinləri zəifdir. Eyni zamanda fransızlar da ağır məğlubiyyətlər yaşadı. Fransızlar da məğlub edirdi necə? Xüsusilə fransızların gözləmədiyi regionlardan hücum eləyərək. Və beləliklə həm fransızları, həm Osmanlını dəfələrlə məğlub etmiş bir generaldır deyə Avstriya tarixində çox önəmli bir yerə sahibdir. Heykəldə görürsüz, əslində Prens Evgenin atın ayağının altında bir türk əsgəri var. Çünki türkləri həm Petrovaradin savaşında məğlub eləyib, həm də Zenta döyüşündə. Zenta döyüşündə birbaşa Osmanlı sultanı 2-ci Mustafanı adam məğlub eləyib. Çox ağır bir məğlubiyyət idi. Türk ordusu çayı keçməyə çalışarkən hücum elədi və ordu iki yerə bölünmüşdü. Bir tərəfin hücum elədi və digər tərəf qabaq tərəfin qırılmasını izlədi. Təsəvvür edin, çayı keçir Osmanlı ordusu, bir tərəf orada, bir tərəf burada. O tərəfə təkcə hücum elədi. Digər tərəfin gözü qabana, o birisi tərəfi məğlub elədi, məhv elədi, öldürdü hamısını. Beləliklə ən ağır məğlubiyyəti Osmanlıya yaşatdı. Yəni Zenta məğlubiyyətindən sonra demək olar ki, Osmanlı sultanları özü səfərə çıxmayıb. Həm də türkləri dəfələrlə yenən Şəhzadə Yevgenini adına verdikləri küçədə türk səfirliyi yerləşir. Bu da çox qəşəng bir əslinə mesajdır.